Kariyete yanımıza hoş geldiniz. Bu isterle birlikte yanımda kim var? Mami Ağazadə. Bəli dostlar, o gözlenen video geldi. Yanımızda Mama Ağzade var. Bu günləri ne inəyəcək? Sual cavab videosu çəkirik. Bir-birimizə sual veririk və mən Fekoya sual verdim. O cavab qoyacaq. O mənə verdi, mən cavab qoyacağam. Gəl başlayaq onda videomuza. Gəlin başlayaq. İlk mən verirəm. Kanala aid verəcəyəm. Videolarımı səmimicəsinə çəksən, yoxsa necə? Təbii ki, səmimicəsinə çəkirəm. Mən takipçilərimə görə çəkirəm, baxışlarım çoxalsın deyə. Yenə deyirəm, kanala like və abunə olmayı unutmayın. Kanala abunə olub like atmayı ücretsizdir. Bəli dostlar, pullu deyil yəni. Sadəcə 2 saniyə vaxtınızı çəkəcək. Like, bir də abunə butanı. Bəli. Bəli dostlar. İndi ikinci sual sən mənə versən. Bəs sənin ən sevdiyin oyun nədir? Mən ən sevdiyim oyun Brawl Stars'dır. Bəli dostlar, məndə də Brawl Stars'dır. İndi mən üçüncü sual verirəm. Mən də səndən soruşuram. Sənin ən sevdiyin oyun nədir? Mənim uşaqlıqdan sevdiyim oyun Brawl Stars olub. İkimizdə də Brawl Stars'dır. Bəli dostlar. Bu arada bura idimizə qoyacağıq. İstəyəm girib bizimlə oynaya bilər. Idimizi qoyacağıq. Siz də bizə dostluq ata bilərsiniz. Aha. İndi dördüncü sual mən sənə verirəm. Ən sevdiyin maşın markası nədir? Və ya motosiklet, eyni marka, yəni maşın markası deyilir. Mənim ən sevdiyim marka BMW-dir. Yaxşı, BMW yaxşı markadır. Bəli, siz nədəndir? Siz də yorumlara yazarsınız. Aha. İndi 5-ci sualı sən mənə versən. Bəs sənin ən sevdiyin maşın markası hansıdır? Məndə əslində BMW-dir. BMW. İndi 6-cı sualı mən sənə verirəm. Sənin ən sevdiyin futbolçu, yəni fərqi yoxdur hansı takım, bir dənə ən sevdiyin futbolçu hansıdır? Ronaldo. Ronaldo, mən də dostlar Ronaldo istəyirəm. Ronaldo istəyənlər yorumlarda. Bəli. İndi 6-cı sual. 7-ci sual. Hə, 7-ci sualı sən mənə versən. Bəs sənin ən sevdiyin qapıçı futbolda hansıdır? Mert Günok. Dostlar, Beşiktaş. bilsin. Beşiktaşın qapıçısıdır. Bu arada hər kəs öz istədiyi takımı sevdiyi yorumlara yazsın. Bəli. İndi 8-ci sualı Soruşmuşlar, sən hansı komandanı ən çox sevirsən? Beşiktaş. Fenerbahçe. Beşiktaş. Mən takipçilərimi tanıyır. Bu arada dostlar, Türklərdən Beşiktaşdır. Amma başqa, yəni Başqa xarici ölkələrdə isə Real Madriddir. Bəli dostlar, hala Madrid. İndi siz də yaza bilərsiniz ki, hansı komandanı sevirsiniz. bəli. İndi Ürək qoyacağam. 8-ci sual mən sən verirəm də. İndi mən sən verirəm. Bunu bayaq sən dedin. İndi 8-ci sual mən sən verirəm. Ən sevdiyin ölkə hansıdır? Bu sualdır. Hansıdır? Biz Azəriyik dostum, Azərbaycan. Ya, bilmirəm Azərbaycandan başqa. Azərbaycan bizim ölkəmizdir. Əlbəttə onu sevməliyik. Braziliya. Allah haqqı mən də Braziliyanı istəyirəm bu arada. İkimizin də istədiyi ölkə eynidir. İndi 9-cu sualı sən mənə verirsən. 9-cu sualı mən sənə verirəm. Bəs sənin heç həyatında futbolla ilgili bir maraqlı hadisəm olubmu? Maraqlı hadisə dostlar 1 oktyabrda olub. Yəni 2025 1 oktyabr nə olub? Qarabağla Kopenhagen oynayıb və Qarabağ 2-0 olub. Olub. Ən sevdiyim maraqlı yer o idi dostlar. Bəli, Qarabağ Çempionlar Liqasındadır. 2 dənə qol atdı. Adayının qolunu görərdiniz. Bəli. Sizcə Adayının qolu yaxşı idi, yoxsa digər Qarabağlının atdığı və mənim yadımdan çıxıb? Mən də yadımdan çıxdı hansı idi. Sizcə hansının qolu daha gözəl idi? Bəli. İndi 10-cu sualı sən mənə versən. Sən, nə? Sən mənə versən. Təkrar başlayıram. 10-cu sualı indi mən sənə verirəm. Bəli. Bəs sənin futbolda ən sevdiyin an hansıdır? Biz məktəbdə futbol oynayırdıq. Bir dəfə. Elə bil məndə forvetə vermişdilər. Uzaqlardan qapıçı birdən oyunu başlatdı. Mənim ayağıma gəlmişdi top. Birdən yıxıldım, penalti verdilər. Məktəbdə olmuşdu. Məktəbdə, idman dərsi. Yeri yıxılmışdım. Hakim də penalti verdi. Təbii ki, bizdən hakim müəllimdir. Penaltini də topu mən götürdüm, mən vurmaq istədim. Qapıda da futbola edir bir dənə uşaq. Adı Tunardır. Futbola edir, qapıçılığa gedir. İndi o da qapıdadır. Bir topu qoydum öz qarşıma. Durdum bir anlıq ki, mən bunda hara vura bilərəm. Çünki heç vaxt mən Tunara qol vuranmamışam. Tunar yəqin güclü oyuncudur. Futbol edir, bəli. Onları vurmaq çox çətin olur. Birdən gəldim, birdən heyecanlandım. Topu ayağım əyridəydi.
qol da ayrı getdi. Amma yenə də gözəl bir qol alındı. Amma Oldu qol. həyəcanımdan çox gözəl. Düz sol 90-lığa gözəl bir qol atdım. Vurdun. Bəli. Onda bütün inşallah mən bu da mənim karyeramın ən gözəl qolu idi. Bəs neçə bitdi? Həmin oyunu biz 3 yutmuşduq. 3-2 yəni siz 3 Birinci qolu da mən attım, sonuncu qolu da. Onda 3-2 oldu da. Maçın başlanğıcını mən başlatdım. Nöqtə sələməm, mən ağlı alım belə idi. Dostlar, əgər bu videomu bəyəndinizsə, kanalıma like və abunə olmayı unutmayın. Videom bu qədər idi. FK YT-dən. Bay bay. Sağ olun. Bu arada kanalına abunə olmayı unutmayın. Linkini buraxmışam. Sağ olun, salamat qalın.